Hamıya yeni şəhərdən salam. Hətta Hola! və Lalə verdi reaksiya. Lalə dayan. Ayaq saxla. O tərəfə dönməli, səhv etmiş. Yenə bomb jülündə. Özümü çəkmirəm, mən vəbşə biabırçıyam. Barselona dünyanın ən çox ziyarət edilən şəhərlərindən biridir. Şəhər əslində Kataloniyanın ən böyük şəhəri hesab olunur və paytaxtıdır. Kataloniya isə İspaniyanın muxtar bölgələrindən biridir. Şəhərdə İspan dili ilə yanaşı Katalan dili də geniş istifadə edilir. Yəni Barselona gəlib ilk gəldiyimiz yer. Lego. Pringle həvəskarı olaraq, yəni o boyda marketin yanından keçəndə gözüm tutduğu şey Şokdayıq. 2 euroya Pringles. Nəzərə alsaq ki, Bakıda neçədir? 7 manatdır. Qalxır qiymətləri. Bildiyimiz kükü sadəcə İspanca. La Española kükü. Gəzməkdən sonra sevdiyimiz fəaliyyət nədir? Supermarketləri gəzmək, getdiyimiz ölkənin. Həqiqətən o qədər maraqlı şeylər çıxır qabağımıza. Casa Batlló Barselonanın ən məşhur binalarından biridir və memar Antoni Gaudi tərəfindən 1904-1906-cı illərdə yenidən dizayn edilib. Bu bina Gaudinin şah əsərlərindən sayılır və 2005-ci ildə UNESCO Dünya İrsi siyahısındadır. Binanın fasadı rəngli keramika mozaikaları ilə örtülüb və gün işığında rəngini dəyişirmiş kimi görünür. Yerli sakinlər ona sümüklər evi deyirlər, çünki eyvanlar və sütunlar skeletə bənzəyir. Dam hissəsi əjdahanın belinə bənzədilir. Bir çoxlarına görə bu, Kataloniyanın himayədarı Müqəddəs Georginin əjdahanı məğlub etməsi əfsanəsini simvolizə edir. Əslində bina Gaudi tərəfindən sıfırdan tikilməyib. 1877-ci ildə tikilmiş evin tamamilə yenidən qurulması layihəsidir. Hey girls! Gedirik yeməyə. Yemək. Çox acıq. Alışverişimizi elədik, uşaqlara hədiyyə alırdıq. Empanada. Giri. Ay yine arka fonda sesim düşür. Yine çek. Hello. Deməli, Lalə suskən göndərmişik su almağa. Aldığı şey. Bir bidon. 3 litr. Ud sonra. Az ud. Maxsi. Ud. Bu da. Avropaya gəldiyini demədən göstər. Muzeylərə pul çatdıraq deyə səhər yeməyimizi McDonald's-ın kofesi ilə və marketin aldığımız pişintilərlə edirik. Həyatdakı şansımız. Gəlmişik Barselonanı gəzməyə və mərkəzi küçədə təmir gedir. Bəli. Parisdə yağış yağır, Barselonanı remont eləyirlər. Gördük. Görək bundan sonra nə gəlir başımıza. Da.
Tibidabo Barselona şəhərinə hakim olan ən məşhur təpələrdən biridir. Hündürlüyü təxminən 512 metrdir və buradan bütün şəhəri, hətta aydın havada Aralıq dənizini görmək mümkündür. İncilə görə şeytan İsa Məsihi yüksək bir dağa apararaq dünyanın bütün səltənətlərini göstərib və latınca bütün bunları sənə verəcəm deyib. Tibidabo adının da məhz bu ifadədən gəldiyi hesab olunur. Tibidabo zirvəsində yerləşən kilsənin adı Müqəddəs İsa Ürəyi kilsəsi kimi tərcümə olunur. Layla, hara gəlmişik? Gəlmişik Tibidaboya. Mələk qəsri. Çox möhtəşəm bir yerdir. Yəni insana həqiqətən huzur verir. Layla burada. rahatçılıq verir. Sən burada olmusan da? Olmuşam bəli. 2015-ci ildə təxmini bir 10-11 il bundan qabaq. Mən də Barselona ayaq basandan Layla ancaq ağlayır, bəli. kövrəlir, xatirələr oyanır. Çünki həm tələbəlik illər yada düşür, həm nə bilim. Amma həqiqətən çox möhtəşəmdir. Gəlməyi dəyər. Uyda. Düzdür. Biraz Çox gözəldir. bəli. Tibidabo əyləncə parkı Barselonanın ən maraqlı yerlərindən biridir və 1901-ci ildə açılıb İspaniyanın ən qədim əyləncə parklarından hesab olunur. Parkın simvollarından biri qırmızı təyyarə attraksiyonudur. O 1928-ci ildən fəaliyyət göstərir və İspaniyada ilk Barselona-Madrid reysini həyata keçirən təyyarənin surətidir. Buradakı bəzi attraksiyonlar 100 ildən artıq tarixə malikdir. Tibidabo həm əyləncə parkı, həm də möhtəşəm panoramik baxış nöqtəsi kimi məşhurdur. Bir şey eləmək istəyirəm, amma əgər alınsa eləyəcəm də. Sən Allah için durmaşma. Sevdim. Nə qəşəng tanıyırlar məni. Bu şunliklərdən bizim qrupumuzun bir üzvü İradə xanım. Buradan dərin təşəkkürlərimizi iletiyoruz. Hə, sağ olsun. Vaxtında bizə videonu göstərdi və dedi ki, orada bir şəxs bizim videomuzu, yəni mənim əsasən, yanımda da Aytaham, amma niyəsə kadrdan mən düşmüşəm, Çünki funikulyorun düz ortasında durmuşdum. Az olmuşdu bütün videoları. Əslində səni çəkmirdi. Yazıq kişi bənzərə çəkmək istəyirdi. Hə, göstərdi və amma vaxtında tutduq ha. Yəni əməl başda gedirdi. Gedirdi. Biz də baxdıq ki, o millətin arasında, o gedən çatalpan arasında hansıdır? Nəyəsə, İradə xanımla müəyyənləşdirdik, plan kəsdik. Açıb yaxınlaşdıq, videonu götürdük. Bəli. Kişi yəqin ki, ürəyində söyürdü bizi. Ki imkan vermədilər, videonu kadrdan çıxmadılar. Biz də üzdü getdik o videonu istədik ondan. Halaldır bizə. Əl çalaq. Xahiş edirəm. Ay nə qəşəng düşdü, çəkin. Deməli, Barselonanın məşhur yerlərindən biri olan Park Göylə gəldik. Amma bilet almadığımıza görə, niyə əcəbsə mən unutmuşam dünən bilet almağı. Biletlər soldat olub. Və burada bizim yadımıza nə düşür? Mənim də qəşəng sözüm var, Layləni çox heç sevmir bu sözü. Hər getdiyin şəhərdə bir yer saxlamalısan ki, şəhərə qayıdanda gəzmək maraqlı yer nəsə olsun, motivasiya olsun sənə. Ona görə bunu da ona hesablayırıq, nə vaxtsa Barselonaya qayıtmaq ümidi ilə. Deməli, Park Göldən çıxdıq, suyumuz süzülmüş və acı vəziyyətdə. Və güya ki biz milli yemək yemək istəyirdik. Və sonra başa düşdük, daha doğrusu yadımıza düşdü ki, İspan milləti siesta eləyir. Siesta nədir? Bəxtəvər millətlər günorta gedirlər, yatırlar, yeyirlər, saat 5-də təzən mağazalar, restoranlar açırlar. Ona görə yenə fast food. Elə o qədər acıq ki,
maqnit dükanının yanından keçək. Hansı ki 1 avroya maqnit axtarırdıq da. 1 avroya çox qəşəng maqnitlər tapmışıq. Və Lalə verdi reaksiya. Yemək yeyəndən sonra qızlar! Ayten. Nə qəşəngdir. Uzun axtarışlardan sonra gəlib nəhayət Taco Bell-ə. Meksika mətbəxinin fast foodu. Lalə acıqlı ona görə çox üzü gülər vəziyyətdədir. Çok sıcak. Ayten hansı? Bu. Lalə necədir dadı? Süper. Çok beğendim. Çok tatlı cidden. Sagrada Familia Barselonanın ən məşhur simvolu və dünyanın ən qeyri-adi kilsələrindən biridir. Layihənin əsas memarı Antoni Gaudi olub. O həyatının son illərini demək olar ki, tamamilə bu kilsəyə həsr edib. Tikintisinə 1882-ci ildə başlanılıb və biz orada olarkən hələ də davam edirdi, lakin bu yaxınlarda elan olundu ki, rəsmi şəkildə açılışı olub. Kilsənin 3 əsas fasadı doğuluş, ehtiras və şöhrət hər biri İsa Məsihin həyatının fərqli mərhələsini simvolizə edir. Fasaddakı hekayələr o qədər detallıdır ki, onlara baxanda sanki daşdan kitab oxuyursan. İçəridə sütunlar ağac kimi budaqlanır və bu süni meşə effektini yaradır. Günəş işığı vitraj pəncərələrdən keçəndə içəri rəngli işıq seli kimi düşür. Antoni Gaudi 1926-cı ildə vəfat etdikdən sonra öz vəsiyyətinə görə kilsənin kriptasında dəfn olunub. Əslində Sagrada Familia'nın rəsmi açılışı tam da Gaudinin ölümünün 100 illiyinə həsr olunmuşdu. Sagrada Familia UNESCO tərəfindən dünya irsi siyahısına daxil edilib. Deməli gəlmişik ki, eskalatordan o məşhur videonu çəkək. Eskalator işləmir. Bizə dedik ki, kasıbın olanından. Ona görə eskalatorsiz çəkəcəyik bunu. Hal-hazırda orada məşq prosesi gedir. Barselonadakı Zəfər tağı 1888-ci ildə Barselona dünya sərgisi üçün əsas giriş qapısı kimi tikilib. Digər Zəfər tağlarından fərqli olaraq hərbi qələbəni yox, sərginin və şəhərin inkişafını simvolizə edir. Qırmızı kərpicdən tikilib və Muriş memarlıq üslubuna yaxın dizayna malikdir. Tağın üzərindəki Kataloniyanın mədəniyyətini və İspaniyanın digər bölgələri ilə münasibətlərini əks etdirən bəzəklər var. Yanından keçən geniş bulvar Passage de Louis Companys park və gəzinti üçün çox populyar yerdir. Dörd qız Barselonaya gələrsə, sizcə hara gəlməlidir? Əlbəttə ki, Sephora'ya. Deməli, səhər oteldən çıxdıq, getdik mini bir dənə alış-veriş elədik, sonra paketləri atdıq kravatların üstünə və çıxdıq. İndi axşam qayıtmışıq və otağa baxın. 4 kravatdan ancaq aramızdakı ən vasvası qızın kravatını yığıblar. Всё. Burada son gecəmizi dəyərləndirmək üçün gəldik Kolumbun heykəlinə. Deyə var ki, Kolumb orada işarə elədiyi yer Amerikadır. Amma əslində yəni coğrafi cəhətdən düzgün deyil. Çünki Kolumb Aralıq dənizini göstərir. Bildiyimiz qədərilə də Amerika tam əks bir istiqamətdə yerləşir. Mənə belə gəlir ki,
Mənim fərziyyəmdir, bəlkə də düzgün deyil. Mənə elə gəlir ki, Hindistanı göstərir. Yəni, belə bir bəlkə də ironik bir şəkildə tikiblər. Heykəlin özü də 1888-ci ildə eyni Zəfər tağı ilə eyni dövrdə eyni səbəbə görə tikilmişdi. O dövrdə belə bir sülh sərgisi kimi bir şey keçirilmişdi, dünya sərgisi kimi bir şey keçirilmişdi. Bu heykəldə, həmçinin Zəfər tağı da həmin ildə o sərgi üçün tikilib. Barcelona'nın dəniz molu. Bu da dənizi. Dəniz və molu. Bu gecə ilə artıq bizim Barcelona'dakı günümüz tamamlanır. Sabah səhər yeni şəhərə yola düşəcəyik. Hansı şəhər olduğunu demirik. İnşallah növbəti həftədəki videolarda görərsiniz. 24 saatda nəyi çatdırdıq, nəyi çatdıra bildik, oralarda gəzdik. Və xatirələr ilə dolu buraları buraxaraq yenidən qayıtmaq ümidi ilə. İnşallah, çünki park görə gedə bilmədik.